Torpaq sürüşdü, avtomobillər torpaq altına qaldı. Bəli, hadisə paytaxtın Xətai rayonu Gəncə prospekti 29/35 ünvanında baş verib. Belə ki, aprelin 11-də səhər saatlarında ərazidəki hündürlükdən torpaq qatı sürüşərək yerə töküldü və bu zaman binaların qarşısında olan avtomobillərə ciddi ziyan dəyib. Sizin avtomobildir bu? Bəli, mənim avtomobilimdir. Göründüyü kimi, yəni hadisə də olub, indi neynəmək olar? Heç nə. Axşam gəlib saxlamışdım. Belə sürüşmələr tez-tez olur, yoxsa iki dəfədir? Qardaş, buralar alıb satıblar da, necə? Yəni, buralar bu dəqiqə, nə bilim, burada bina tikəcək, alladıblar, 40 nəfərə satıblar. Buranı da qazdılar, katlama. İndi bu dəqiqə təhlükə altında yaşayır, qardaş. Görürsən də bu dəqiqə. Bax, bugünkü gündə bizim uşaqlar var, burada oynamağa da yer yoxdur. Təzə maşındır, yoxsa Təhlükə ilə bağlı aidiyyatı qurumlar, əməkdaşları gəlib baxırlar, yoxsa? Yox, heç kim baxmır, heç kim də maraqlanmır. Kimə lazımdır ki, bura? Buranın bina tikəcəklər, qazıntı eləmişlər, bina tikəcəklər. Cəmaata 4-5 dənə mənzili satmışdılar deyə, bugünkü gündə burada bina tikib cəmaatın verməlidirlər evlərini. Onu da hələ də ki, elə divaniklər qalır bugünkü gündə. Onu da verənmədilər, elə qaldı. Bu bina biraz başı balalıdır. Torpağa da qazırlar, sonra da bu sürüşür, hə? Bəli, qazıblar, elə də qoyublar. Çünki bugünkü gündə bura sürüşkən zonadır. Sabah o məktəb gələcək aşağıda. Balacalarımız orada oxuyur. Ora gəlsə var ha. Buranın yox, bu binanın yarısını götürüb aparacaq. Məsələ ilə bağlı Xətai rayonu icra hakimiyyəti ilə əlaqə saxlasaq da iş günü olmadığı və hadisədən məlumatsız olduqları bildirildi. Sürüşmə ilə bağlı Bakı şəhər icra hakimiyyətinə zəng etsək də telefonlarımıza cavab verən olmadı.